Qızılgülün bol çiçək açmasını istəyirsinizsə, mütləq bu budama texnikasından istifadə edin. Hörmətli izləyicilərim, xoş gördük. Qızılgülün bol çiçək açmasını istəyirsinizsə, mütləq gördüyünüz bu butaları, baxın, budama etməlisiniz. Gördüyünüz bu buta qızılgülün toxum yetişdirmə prosesini davam etdirir və bitkidə müəyyən qədər qida elementlərini bu toxum yetişdirmə prosesi özünə sərf edə bilir və belə olduqda qızılgülünüz az çiçək açır və bitkidə qida elementləri tükənir. Ən yaxşısı bu cür ləçəklər tökəndən sonra toxum yetişdirmə prosesi başlayanda 3-4 yarpaq aşağıdan, baxın, göz çölə baxan hissədən bu cür çəpinə kəsim etməlisiniz. Baxın, kəsim etdik. Bu hissədə biz kəsim etmişik. Bu budağın gözündən yeni pöhrə inkişaf edib və üzərində hətta qızılgül də yetişəcək. Bu çox yaxşı bir haldır. Bu budama texnikasından istifadə edin. Həm ümumi olaraq qızılgülün qida elementləri boş yerə sərf olunmur və həm də bol çiçəkləri açmış olur. Hörmətlər.